Vasyura bir neçə ay Berlindəki əsir düşərgəsində saxlanılır. Onu əməkdaşlığa razılıq verənlər üçün nəzərdə tutulan təbliğat məktəbinə göndərirlər. Oradakı bütün kursları keçəndən sonra Almaniyada yaşamaq, işləmək hüququ qazanır. Ondan sonra Vasyura yenidən hərbi rütbə daşımaq qərarına gəlir və SS yardımçı xidmət dəstəsinə zabit kimi işə düzəlir. Onun xidmət etdiyi dəstə qəddarlığı ilə seçilirdi. Vasyura həmin dəstənin Belarus qrupunun qərargah rəisi vəzifəsinə yüksəlir. Son dərəcə amansız Alman zabitinə çevrilən Vasyura, işğal olunmuş Sovet kəndlərində dinc əhaliyə divan tutur. Kənd cəmaatını şəxsən özü güllələyirdi. Baş verən ən amansız hadisələrdən biri olan və bütün kənd əhalisinin yandırılaraq öldürüldüyü Xatın faciəsinin də əsas icraçısı Vasyura idi. Müharibənin son aylarında onun xidmət etdiyi hərbi hissə Sovet qoşunları tərəfindən darmadağın ediləndə Vasyura həbs olunur. O, Sovet xüsusi xidmət orqanlarına izahat verəndə SS-dəki xidmətini, Almanlarla əməkdaşlıq etdiyini gizlədir.